Salam dostlar, ki Sahil televiziyasında mən Tural İsmailovun təqdimatında siyasi baxış verilişinin millət vəkilləri ilə olan ənənəvi buraxılışını izləyirsiniz. Şübhəsiz ki, həftənin ən önəmli siyasi hadisəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən müzakirələr və eyni zamanda burada dünya liderlərinin verdikləri mesajlardır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev BMT Baş Assambleyasının iclasında iştirak edir və Cənab Prezident New York şəhərində müxtəlif görüşlər keçiribdir. Bugün bu məsələlər ətrafında müzakirə aparacağıq və siyasi baxışda mənim qonağım ki Sahil televiziyasında ilk dəfə qonaq olur. Millət vəkili Zaur Şükürovdur. Zaur müəllim, xoş gəlmisiniz. Xoş gəldiniz. Təşəkkür edirəm dəvət üçün. Çox sağ olun, biz təşəkkür edirik. Zaur müəllim, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müzakirə edilən məsələlər təbii ki ayın 29-una qədər davam edəcək. Cənab Prezident də iştirak edir. Mən Azərbaycanın keçirdiyi görüşlər deyil. Öncə bunun əhəmiyyəti, burada hansı məsələlər müzakirə edilir və qlobal diplomatiyaya hansı töhfələr olacaq sizcə? Buyurun. Təşəkkür edirəm. Əslində qlobal bir platformadır. Üç dövlətlər bu platformadan, bu tribunadan istifadə edərək öz ölkələrinin maraqlarına cavab verən məsələlərlə bağlı, ümumiyyətlə qlobal çağırışlarla bağlı fikirlər səsləndirmə imkanı əldə edirlər. Aydındır, biz müəyyən dövrlərdə BMT-nin bu və ya digər münaqişələrlə bağlı müəyyən qədər səmərəsiz fəaliyyətindən danışmışıq. Ümumiyyətlə, BMT-nin fəaliyyətində müəyyən bir boşluqların olduğunu bildirmişik. Məlumdur ki, torpaqlarımız işğal altında olduğu dönəmdə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 məlum qətnamə qəbul olunmasına baxmayaraq, bu qətnamələrin həyata keçirilməsi ilə bağlı hər hansı bir mexanizm təqdim olunmadı. ATƏT-in Minsk qrupu regional bir təşkilat olaraq ATƏT Minsk qrupu, Minsk prosesinə start verildi və artıq sentyabrın 1-də bu Minsk prosesi və əlaqəli orqanlar məlumdur ki, tarixin arxivinə göndərildi və səbəb də məlumdur. Məhz Minsk qrupunun fəaliyyətsizliyi ucbatından bu müddət ərzində torpaqlarımız işğal altında olduğu dönəmdə bu münaqişəni danışıqlar yolu ilə həll etmək mümkün olmamışdır. Biz dəfələrlə Azərbaycan rəhbərliyi, prezidentimiz dəfələrlə bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etmişdir. Ancaq başqa bir çıxış yolumuz qalmadığı halda təbii ki, biz bunu torpaqlarımızı qeyd etdiyim BMT-nin müvafiq qətnamələri və BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən hər bir dövlətin öz ərazilərini müdafiə etmək, işğal faktını aradan qaldırmaq hüququ var. Həmin maddəyə əsasən azad etmək hüququmuzun olduğunu bəyan edirdi və nəhayət Ermənistanın təxribatının qarşısını almaq məqsədi ilə sentyabr ayının 27-sində bir neçə gün sonra 5 illik ildönümü qeyd olunacaq anım gününün torpaqlarımız işğaldan azad olundu. 44 günlük müharibə və 2023-cü ilin bir gündən də az çəkən terror əməliyyatları nəticəsində nəhayət suverenliyimiz, ərazi bütövlüyümüz bərpa edildi. Qeyd etdiyim kimi, həqiqətən də bu qlobal platformada ölkələr belə bir imkan əldə edirlər ki, baş verən proseslər, istər ölkə daxilində baş verən proseslər, iqtisadi məsələlər, qeyd etdiyim qlobal çağırışlarla bağlı müəyyən mesajlar, ismarışlar çatdıra bilsin. Azərbaycanın deməyi sözü çoxdur. Məlumdur ki, Azərbaycan qeyd etdiyim kimi öz ərazi bütövlüyünü bərpa etdikdən sonra məhz Cənab Prezident tərəfindən sülh gündəliyi, sülh təşəbbüsü irəli sürüldü və 44 günlük müharibədən sonra, o cümlədən 2023-cü il bir günlük antiterror tədbirlərindən sonra artıq addım-addım bu sülh təşəbbüsünün, sülh gündəliyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, o cümlədən təsdiq olunması istiqamətində müvafiq addımlar atıldı. Nəhayət biz Vaşinqton sülh zirvəsində, sülh sammitində Azərbaycanın şərtlərinin, tələblərinin, haqlı tələblərinin ədalətə söykənən, beynəlxalq hüquqa söykənən tələblərinin təsbit olunduğunu, təsdiqli tapdığının şahidi olduq. Vaşinqton görüşündə dünyanın bir nömrəli paytaxtında ABŞ prezidenti cənab Donald Trumpın şahidlik imzası ilə üstərəfli bəyanatın imzalanması ilə Azərbaycanın mövqeyi bir daha təsdiq olundu. Məlum olduğu kimi bizim sülh iki ölkə arasında, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yolunda maneələr mövcud idi. Biz sülh sazişi ilə bağlı danışıqlar aparılan zaman biz məlumdur ki, mart ayında, bu ilin mart ayında sülh sazişinin 17 mətbəətdən ibarət layihə artıq razılaşdırıldı və bundan paralel şəkildə məlumdur ki, biz zaman-zaman Ermənistan tərəfinin diqqətinə konstitusiya dəyişikliyinin həyata keçirilməsi və Minsk prosesi və əlaqəli orqanların ləğvi ilə bağlı tələblərimizi, şərtlərimizi Ermənistan tərəfinin qarşısında diqqətinə
səviyyəsinə çatdırırdıq, amma Ermənistan tərəfi tərəddüd edirdi, müxtəlif fərqli bəyanatlar səsləndirirdilər. Nəhayət, mən qeyd etdiyim kimi, Vaşinqtonda bu maneələrdən biri aradan qaldırıldı. Minsk qrupunun ləğvi ilə bağlı hər iki ölkə xarici İşlər nazirləri məlumdur ki, ATƏT baş katibindən müraciət edildi, tərəfindən müraciət edildi və digər bir məsələ isə konstitusiya məsələsi. Ümid edək ki, 2026-cı ildə nəhayət Ermənistan öz dövlətinin gələcək inkişafını, öz xalqının gələcəyini, ümumiyyətlə dövlətçiliyini qorunmasını əsas götürərək konstitusiyanın müvafiq maddəsinin preambulasının aradan qaldırılması ilə bağlı və konstitusiyanın ümumiyyətlə dəyişilməsi ilə bağlı lazımi addımlar ataraq sonuncu maneə aradan qalxacaq və nəhayət sülh sazişi, iki dövlət arasında sülh sazişi imzalanacaq. Ümumiyyətlə bu sülh sazişi Azərbaycanın real sülh təşəbbüsü əsasında ümumiyyətlə maddələrin hamısı məlumdur ki, məhz həmin layihə Azərbaycan tərəfindən hazırlanmış, təqdim olunmuş layihədir və bunun üzərində danışıqlar aparıldı, müzakirələr aparıldı. Bu sülh sazişi imzalandıqdan sonra bu nəinki bu sülh təkcə regiona lazımdır. Əslində bu sülh məhz Ermənistana lazımdır ki, bir növ dalanda qalmış bu dövlət inkişafa nail olsun, iqtisadi inkişafa nail olsun, təhlükəsizlik nöqteyi nəzərindən müəyyən uğurlar əldə etsin. Qeyd etdiyim kimi, yəni növbəti ildə buna ümid edək ki, buna nail olunacaq. Ermənistan da BMT platformasından yəqin ki, bu sülh təşəbbüsünü bir növ özünə məlumdur ki, Ermənistan baş naziri zaman-zaman özünü sülh göyərçini kimi təqdim etməyə çalışırdı və bu sülh prosesindən də ümumiyyətlə Vaşinqton sülh sammitindən də öz daxili auditoriyası üçün, yəni öz nailiyyəti uğuru kimi təqdim etməyə çalışacaq. Amma yenə də ümumilikdə götürdükdə bu regionun gələcək inkişafı, sülhün və sabitliyin təmin olunması baxımından mühüm razılaşma idi. Ümumiyyətlə BMT platforması bir xatırlatma etmək istəyirəm ki, bir yadıma bir araşdırma düşdü. Deməli, Cambridge Universitetinin Xarici Siyasət Məsələləri üzrə Araşdırma İnstitutunun bir elmi işçisi belə bir yazı yazmışdı. BMT ilə bağlı, ümumiyyətlə BMT-nin, NATO-nun fəaliyyəti və sülh yaratma missiyası sülh məramlılıqla bağlı belə bir yazısı var idi. O qeyd edirdi ki, 45-ci ildən bu yana indiyə qədər ümumilikdə 26 gün müharibəsiz bir dövr olub. Cəmi 26 gün müharibəsiz bir dövr olub. Onun yazdığı bu tədqiqat işi təxminən 2000-ci illərə təsadüf edən bir yazıdır. Və 2000-dən bu tərəfə də xeyli müharibələr olub, münaqişələr baş verib. Və bu deməkdir ki, BMT-nin dünyada təhlükəsizliyin, sülhün və təhlükəsizliyin təmin olunmasında cavabdeh bir qurum olmasına baxmayaraq, amma yenə də 45-ci ildən bu yana artıq 80 il keçib, münaqişələr davam edib. Azərbaycan Ermənistanla müharibə şəraitində idi, Ermənistan işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altında idi. Amma buna baxmayaraq, torpaqlarımız işğal altında olduğu dönəmdə də Azərbaycan dövlətinin, Azərbaycan ulu öndərimiz Heydər Əliyevin çox mükəmməl siyasi kursu və bu kursun uğurla cənab prezident tərəfindən davam edilməsi nəticəsində Azərbaycan bir təhlükəsizlik adasına çevrildi. Hətta atəşkəs elan olunandan sonra siz xatırlayırsınız, əsrin müqaviləsinin imzalanması, investisiyaların ölkəmizə cəlb edilməsi, bundan sonraki proseslərdə müxtəlif nəqliyyat, enerji layihələrində Azərbaycanın iştirakçı olması, o cümlədən artıq bu nəqliyyat vasitələri, bu dəhlizlər vasitəsilə dünya bazarına enerji ehtiyatlarımızın nəql olunması, bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda bir təhlükəsizlik mühiti yaradılmışdır, iqtisadi inkişafa nail olmuşdur və investorların, sərmayəçilərin Azərbaycana marağı davamlı olaraq artmışdır. Azərbaycan buna nail olmuşdur. Amma biz dünyaya nəzər yetirsək, münaqişə gedən ərazilərdə heç də investorlar həmin ərazilərə maraq göstərmirlər. Amma nail olduğumuz sosial-iqtisadi inkişaf, balanslı xarici siyasət kursu digər dövlətlərin, iş adamlarının, investorların Azərbaycana marağını artırmış və nəhayət son nəticədə bu Azərbaycan iqtisadiyyatının güclənməsinə, hərbi gücümüzün artmasına səbəb olmuşdur ki, nəticədə də biz torpaqlarımızın işğal altından azad edilməsini Siz çox maraqlı bir məqama toxundunuz. Cənab Prezidentin Baş Assambleyada görüşdüyü şəxslər arasında yalnız dövlət rəhbərləri deyil, həmçinin dünyanın məşhur investorları, eyni zamanda iri həcmli kapitala malik olan şirkətlərinin rəhbərləri də var və bu kontekstdə Beynəlxalq İnvestisiya Forumunda mesajlar verilir. Bu baxımdan Prezident İlham Əliyevin Baş Assambleya çərçivəsində keçirilən görüşlərini necə dəyərləndirirsiniz? Çünki siz bütövlükdə bu iqtisadi aspektlərin də
önəmini də vurğuladınız. Buyurun. Xatırlayırsınızsa, bir neçə gün öncə Bakıda keçirilən birinci investisiya forum iştirakçılarına cənab prezident tərəfindən müraciət ünvanlanmışdır və həmin müraciətində də liderimiz Azərbaycan iqtisadiyyatına son 20 il ərzində, 2004-2024-cü il ərzində 300 milyard dollardan çox investisiya yatırıldığını qeyd etdi və bayaq mən dediyimə bir daha qayıtmaq istəyirəm ki, yəni Azərbaycanda yaradılan bu təhlükəsizlik mühiti, iqtisadi inkişaf meylləri məhz bu dövlətlərin Azərbaycana bu miqdarda investisiya yatırılmasına səbəb olmuşdur. O cümlədən də siz vurğuladığınız kimi New Yorkda keçiriləcək ikitərəfli görüşlərdə də bu fürsət olacaq investorların ölkəmizə vəsait cəlb edilməsi nöqteyi nəzərindən və Vaşinqton sülh sammitindən sonra və mən bayaq qeyd etdim, üstərəfli bəyanatlarda ABŞ prezidentinin imzasının yer almasından sonra heç şübhəsiz ki, investorların da Azərbaycana marağı daha da artacaq. O cümlədən Azərbaycanın davamlı olaraq Ermənistan qarşısında qoyduğu digər bir tələb Zəngəzur dəhlizinin açılması məsələsi idi ki, həmin məsələdə o cümlədən üstərəfli bəyanatda öz əksini tapdı. Artıq həmin dəhlizin Ermənistan tərəfindən ABŞ-yə uzun müddətli icarəyə verilməsi məsələsi gündəmdədir. Hətta xatırlayırsınızsa, Ermənistanın Xarici İşlər Naziri müəyyən müddətdən sonra bu danışıqlardan sonra belə ifadə səsləndirdi ki, bu icarə ilə bağlı heç bir danışıqlar, razılaşma olmuyor, amma hər birimiz xatırlayırıq. Vaşinqton görüşündə də ABŞ prezidenti Ermənistan baş nazirinə müraciət edərək belə bir ifadə səsləndirdi ki, indi 99 il müddətinə razılaşacaq, növbəti 99 il müddətinə də razılaşma əldə edərək bu dəhlizlə bağlı fikir mübadiləsi apardı. Yəni o deməkdir ki, artıq həmin dəhlizin işə düşməsi ilə də investorların regiona maraqları artacaq, böyük həcmdə investisiya imkanlarına malik olacaq. Həmçinin bildiyiniz kimi ümumiyyətlə dəhlizlərin keçdiyi ərazilərin də inkişafı nöqteyi nəzərindən bu vacib amildir. Söhbət ona getmir ki, təkcə investorlar həmin dəhlizin inkişafına investisiya yatıracaq. Bölgədə yerləşən ölkələrin də inkişafında mühüm rol oynayacaq. O cümlədən biz danışırıq bir yol, bir kəmər layihəsindən Çindən Avropaya və əks istiqamətdə hərəkət edəcək bir kəmər, bir yol layihəsi, orta dəhliz, o cümlədən şimal-cənub dəhlizi və gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə həmçinin şimal-cənub dəhlizinin bir segmentinə çevriləcək bu Zəngəzur dəhlizi və artıq Naxçıvan üzərindən, həm Zəngəzur dəhlizi üzərindən, biz indi onu yeni bir hissəsini trip deyirik, Trump marşrutu deyirik, onun üzərindən yenidən şimal-cənub marşrutunun davamı kimi İran körfəzlərinə, o cümlədən Türkiyənin cənub-şərq bölgələrinə əlavə bir xəttin, bir qolun açılmasına nail olacaq. O cümlədən də İranın Hind okeanında yerləşən limanları vasitəsilə limanlarından Avropaya yüklərin nəql olunmasında bu marşrutların xeyli əhəmiyyəti olacaq. Yəni investorların fəal şəkildə bu bölgəyə cəlb olunması üçün, işləməsi üçün münbit şərait var. Qeyd etdiyim kimi elə Zəngəzur dəhlizinin işə düşməsi də cəlb edici nöqteyi nəzərindən xeyli əhəmiyyət kəsb edir. İnanırıq ki, New York görüşündən sonra cənab prezidentin digər ölkələrin iş adamları ilə, investorlarla, nəinki şirkətlərin nümayəndələri görüşündən sonra ölkəmizə maraq daha da artacaq və qarşıdan gələn illərdə investisiya axının, xarici investisiya axının, birbaşa xarici investisiya axının şahidi olacaq. Və Zahir müəllim, burada həm də bilirik ki, müxtəlif görüşlər keçirilir. Xarici İşlər Nazirimiz hörmətli Ceyhun Bayramov da həm Avropa İttifaqından Kaya Kallasla görüşdü, onun arxasınca isə Ararat Mirzayanla təkbətək görüş oldu. Bununla bağlı fikirləriniz nədir? Hər bir halda iki tərəfli görüşlər mən hesab edirəm ki, sülh gündəliyinin müzakirəsində və ümumiyyətlə dövlətlər arası əlaqələrin gələcək bərpasında vacib əhəmiyyətə malikdir. Fikirləriniz maraqlıdır. Məlumdur ki, beynəlxalq münasibətlər sistemində ölkələrlə əməkdaşlıq qurarkən biz belə bir ölkələri də hətta belə bir kateqoriya ayırırıq. Strateji müttəfiqlər, strateji tərəfdaş ölkələr, dost ölkələr, qeyri-dost ölkələr və düşmən ölkələr. Azərbaycanla torpaqlarımız işğal altında olduğu dövrdə biz düşmən ölkə Ermənistan hesab edirdik, torpaqlarını işğal etmişdi. Amma bununla bərabər bizim strateji tərəfdaş, müttəfiq olduğumuz dövlətlər də var, dost və qeyri-dost ölkələr də var idi ki, yəni bu qeyri-dostluq da sözsüz ki və ya düşmən münasibət bəslənilməsi Azərbaycana sözsüz ki, həmin ölkələrin öz günahı ucbatından baş verirdi. Ermənistanın timsalında işğalçılıq siyasəti və digər qeyri-dost ölkə və təşkilatların timsalında isə onların Azərbaycana qarşı indiyə qədər yürütdüyü ikili standartlar beynəlxalq hüquqa görməməzlikdən gəlməsi səbəb olmuşdur. Biz bunu açıq qeyd etməliyik. Fransanın timsalında gördük, Hindistanın timsalında gördük, nümunəsində gördük. O cümlədən müəyyən müddətini siz bayaq Avropa İttifaqını qeyd etdiniz. Müəyyən dövrə qədər Avropa İttifaqı rəsmilərinin Azərbaycana qarşı bir qərəz nümayiş
nümayiş etdirilməsinin şahidi oldu. Amma Azərbaycan prezidentinin liderliyi sayəsində Azərbaycanın yaratdığı yeni reallıq artıq həmin təşkilatların da və gələcəkdə mən qeyd etdiyim həmin ölkələrin də öz beynəlxalq münasibətlər, yəni xarici siyasət kursuna yenidən baxmağa onları sövq edəcək, məcbur edəcək və onlar nəhayət anlayacaqlar ki, Cənubi Qafqazda söz sahibi olan açar ölkə olan Azərbaycanla münasibətləri sahmana salmalıdırlar və öz günahları ucbatından baş vermiş bu münasibətlərin pozulmasına düzgün məcraya, yeni bir məcraya yönəlməsi üçün müvafiq addımlar atmaqda meyilli olacaqlar. Və Zahir müəllim, istəyirəm sonuncu sualı ünvanlayım. Bildiyiniz kimi həftə sonu dünyadan önəmli təhlükəsizlik orqanlarının rəhbərləri Bakıdaydılar. Təhlükəsizlik üzrə bir beynəlxalq konfrans keçirildi. Həmçinin Bakıda da Baş Prokurorluğun təşkilatçılığı ilə suverenliyin keşiyində Konstitusiyada prokurorluğun statusu adlı beynəlxalq tədbir keçirildi. Ümumiyyətlə ölkəmiz təkcə artıq siyasi, kültürel, idman tədbirlərinə deyil, hüquq mühafizə orqanlarının da beynəlxalq əhəmiyyətli toplantılarına ev sahibliyi edir. Qısaca istəyirəm bu barədə də fikirlərinizi bilək. Süleyman bəy, mən çıxışımın əvvəlində qeyd etdim, Azərbaycan bir təhlükəsizlik adasına çevrildi. Baxmayaraq torpaqlarımız işğal altındaydı. Ölkə başçısı cənab İlham Əliyevin liderliyi sayəsində təhlükəsizlik orqanlarımızın fəaliyyəti həqiqətən də yüksək səviyyədə həyata keçirildi və məhz buna görə də ölkəmizdə təhlükəsizlik mühiti, sabitlik təmin olundu və bunun nəticəsidir ki, beynəlxalq tədbirlər torpaqlarımız işğal altında olmasına baxmayaraq beynəlxalq tədbirlər, qlobal tədbirlər Azərbaycanda keçirildi və çox uğurla keçirildi. Bir ənənə halını almışdı bu. Bunun davamı olaraq da məlumdur ki, keçən il COP29 samiti Azərbaycan çox uğurla nəhəng bir samit idi. BMT Baş Assambleyasından sonra dünyada iqlim üzrə BMT-nin Baş Assambleyası səviyyəsində bir tədbir kimi qəbul edilir və bir daha vurğulamaq istərdim ki, sözsüz Azərbaycanda bu təhlükəsizlik mühitinin yaranması Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu çərçivəsində təhlükəsizlik orqanlarımızın çox uğurlu, yüksək səviyyədə fəaliyyətinin nəticəsidir. İstər qeyd etdiyim kimi Azərbaycanda bu mühitin təmin olunması və eyni zamanda torpaqlarımızın işğaldan azad olunması prosesində hüquq mühafizə orqanlarımız əməkdaşları çox yüksək fədakarlıq nümayiş etdirmişlər, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah onlara fürsətdən istifadə edərək rəhmət diləyirəm və qazilərimiz olmuşdur. Və heç şübhəsiz ki, bundan sonra da təhlükəsizlik orqanlarımız, hüquq mühafizə orqanlarımız Azərbaycan dövlətinin keşiyində şərəflə dayanaraq ölkəmizdə sülhün və sabitliyin davamlı olaraq təmin olunmasında öz xidmətlərini göstərəcəklər. Təşəkkür edirəm. Təşəkkür edirəm. Dəvətiniz üçün sağ olun. Xatırladım ki, siyasi baxışda mənim qonağım millət vəkili Zaur Şükürov idi. Biz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında aparılan müzakirələr, eyni zamanda siyasi gündəmlə bağlı müzakirələr apardıq. Sabah isə mənim təqdimatımda həftənin yekun siyasi şərhini izləyəcəksiniz. Sağ olun, salamat qalın.